Selamünaleyküm yurttaşlar. Ürgənçlər türmə yandamız. Ürgənç Xanka yolundan 200 metre girip gəlemiz. Yine türmənin yanında 4 etajlı domlu 3. etajında 2 kanalı acayip təmirlənən kvartira satıva çıxdı. Birgəlikdə görüb, göstərib çıxamız hazır. Mərhəmət əsək etdik. Yine 3. etajımızdan çıxıb gəldik hürmətli abunəçilər. Bismillah, xanadanımıza girəmiz. 4 etajlı domlu 3. etajında 2 kanalı kvartira. Girəvəriş perixoşkəmiz, eşikləri yaxısından qoyulğan dəmir eşiklər. Üstünə vəç koyadığım perixoşkələr kaladı. Bir də vanna tuvaleti ilə sanuzeli aristolları var. Taza qoyulğan tuvalet bilə vannası taza qoyulub, taza remont edilib durubdur evimiz. Yine koridordan kuxnağa ötəmiz. Bir də kir maşinin vəclərini aladılar. Haladenli kir maşinin vəclə kaladı. Bunu Akitəməndədir. Başkanı koyub bərəmən qaz plitədədirlər. Evimiz 3. etajda caylaşqan. Yine aboy bilən stenaları cihazlarla. Evimiz bir çıraylı, fəizli olub durubdur. Acayip. Zala girəmiz. 5 yarıma 3 yarımlıq zalı. Televizor bu nərsələrini aladılar. Bir də kondisioner kaladı. Kondisionerin alınmız dediler, kaladı. Üst tarafı başkası kaladı. Bir de 3 metre 2 metrelik verandası balkonu. Balkonda kaç yolu caylaşkan atabilenələri zakonun işi də kendisi qanab olayıb. Yine. Bir anda spannesiyle 5,5 metre 280 rəzmerdə. Üst sıralar bu nərsələr kaladı. Başqa cihazlarını alıp getədilər üzərinə. Evimiz 4 etajlı domlu 3. etajında 2 kanalı cay. Narxı 285 milyon. Acayip narxda. Dokumentlər 100% tayar. Gəlib savdalaşıb alaverəslər üstündə bir qism qayıtıb verədilər. Etibarlarınız üçün rəhmət. Sağ olun.